Kodlaşdırma bilmədən tək başıma oyun yaratmağı öyrənirəm. Oyun yaratmaq üçün bizə birinci növbədə bir oyun mühərriki lazımdır. Bu barədə mənim seçimim Unity oldu. Unity-də oyun yaratmaqla bağlı bir çox YouTube-da videolar var. Onlardan birini seçib kopyalamağa başladım sadəcə. Kodlaşdırma bilmədiyim üçün bu sahəni tamamilə süni intellektə həvalə elədim və promptlar daxil edərək o hissəni belə tamamladım. Gülməli olsa da ilk yaratdığım oyun budur, Flappy Bird kopyası. Onda deyim ki, tamam başqa sahədə çalışıram və gündəlik 1 saat falan ayıra bilirəm oyun yaratmağa. Unity Learn platformasını öyrəndim sonra. Burada proqramla bağlı bir çox dərslər mövcuddur, hamısı pulsuzdur və C# kodlaşdırma dilini də sadə dildə sizə izah edirlər. Belə, çalışacağım ki, öyrəndiyim yenilikləri burada paylaşım, həm özümü inkişaf etdirim, həm də sizdən geri dönüşlər alım.